Прошлое воскресенье пастор Самир делился о молитве. Keçən bazar günü pastor Samir dua barəsində bölüşürdü. И я записал для себя несколько очень важных истин. Və özüm üçün bir neçə çox vacib həqiqəti qeyd И etmişəm. это идет параллельно с тем, может быть, с тем, о чем я говорил в предыдущее воскресенье до этого. Və bütün bunlar ondan qabaqki bazar günü mənim danışdığım şeylərlə paralel gedir. Мы приходим в церковь с ожиданием услышать от Господа. Biz kilsəyə Tanrıdan eşitmək gözləntisi ilə, intizarı ilə gəlirik. Наше общение очень важное, и оно сладкое. Bizim ünsiyyətimiz çox vacibdir, şirindir. Наша дружба друг с другом, она очень и очень важна. Этого в мире практически нет. Bizim bir-birimizlə dostluğumuz həddindən artıq vacibdir. Dünyada belə şey yoxdur. Мы близки и добры, и духовны друг к другу. Biz bir-birimizə qarşı yaxınıq, xeyirxahıq. Но более всего этого, Amma bunlardan daha çox это то место, куда мы приходим, ki bu o yerdir ki biz ora gəlirik, и где Господь прикасается к нам. ki bu yerdə Tanrı bizə toxunur. И об этом ожидании говорил 2 недели назад я. Və həmən bu intizar, bu gözlənti barəsində 2 həftə bundan qabaq mən Надеюсь, вы danışırdım. услышали, Ümid edirəm ki siz eşitdiniz bunu. и надеюсь, это станет или становится частью нашей христианской жизни, Və ümid edirəm ki bu bizim xristian həyatımızın bir hissəsinə çevrilir. не только личной с Господом, Və yalnız Tanrı ilə şəxsi ünsiyyət deyil, но как и тело Христа. amma eləcə də bədən, Məsihin bədəni kimi. Одна из вещей, о которой я говорил, это возможность делать записи. Və danışdığım, dediyim şeylərdən biri bu qeydlər aparma imkanı Мы idi. очень умные, мы очень mудрые, Biz çox ağıllıyıq, müdrikük. мы, может, даже слишком много думаем о себе, Да, и belki слишком de- высоко, или наоборот, слишком низко. Özümüz barəsində həddindən artıq çox düşünürük və ya çox aşağı düşünürük. Но вы ola bilsə. знаете, мы многое забываем. Amma bilirsinizmi, biz çox şeyləri unuduruq. И один из этих практических моментов, который мы можем использовать, это делать записи. İstifadə edə biləcəyimiz praktiki məqamlardan biri qeydlərin aparılmasıdır. Я даю вам отчет сегодня. Я говорил 2 недели назад себе, Və mən sizə hesabat verirəm ki, 2 həftə bundan qabaq nə barəsində и вот что я danışmışdım. записал себе Və baxın, görün özüm üçün nə qeydlər aparmışam. из проповеди пастора Самира. Pastor Samirin vəzindən. Молитва – это глубочайшая часть нашей духовной жизни. Dua ruhani həyatımızın ən dərin hissələrindən biridir. Нет, самая Ən глубокая. dərin hissəsidir. Молитва дает нам желание и силу выполнить волю Божью в своей жизни. Tanrının iradəsini həyatımızda yerinə yetirməkdən ötəri dua bizə güc və Волю. iradə, istək verir. Это желание и эта сила может родиться в нас через молитву. Bax, bu istək və bu arzu bizdə dua vasitəsilə yarana bilər. Это очень sильные слова. Və bu sözlər çox güclü Если бы я не sözlərdir. записал, мне кажется, я бы или пропустил, или забыл. Və əgər qeyd etməsəydim özüm üçün, yəqin ki, mənə elə gəlir ki, bunları əldən verərdim. А всю неделю Ударом. этот стих менял мою жизнь. Və bu bənd bütün həftə ərzində həyatımda idi. Молитва может искоренить грех в моей жизни. Еще Daha один bir момент. qeyd odur ki, dua günahımda, həyatımda günahı Искоренить. yəni kökündən çıxara bilər. Иисус молился, когда выбирал учеников. İsa Məsih şagirdlərini seçən məqamda dua edirdi. Иисус молился, когда Он крестился. Иоанном İsa Məsih Крестителем. vəftizçi Yəhya tərəfindən vəftiz olunanda dua edirdi. Когда Он совершал чудеса. Möcüzələr edəndə dua edirdi. И если Ему нужно было так много молиться, Əgər ona bu qədər dua etmək belə vacib idisə, насколько это нужнее нам nə сегодня? qədər daha çox bizim üçün vacibdir bu gün dua etmək. Это не я сказал, это с прошлой проповеди. Bunu mən demədim, bu keçən vəzdəndir.
2 недели назад я говорил об учениках, которые упустили очень важный момент. 2 həftə bundan qabaq mən çox vacib məqamı əldən verən şagirdlər barəsində danışdım. Они были с Иисусом, Он совершал чудеса, Он учил. Şagirdlər İsa Məsihlə birlikdə idilər. İsa Məsih möcüzələr göstərirdi, öyrədirdi. Но Он начал говорить им о кресте, о том, что будет. Amma İsa Məsih eləcə də onlara çarmıq barəsində, gələcəkdə baş verəcək şeylər barəsində И для них, danışırdı. как и для многих из нас, это было... Və həm onlar üçün, eləcə də bir çoxlarımız üçün bu başımızın üstündən keçirdi. Сегодня я хотел бы поговорить о том, когда Бог прикасается, что происходит. Və bu gün isə danışmaq istəyirəm ki, Tanrı toxunanda nələr baş verir? Когда мы идем на волне с Господом, O vaxt ki, Tanrı ilə bir dalğada gedirik, Он делает или говорит что-то, Tanrı nə isə göstərir və ya nəsə deyir и что это может произвести в нас. və bu həyatımızda nələri hasil edə bilər. Я хочу использовать пример одного человека. Və bir insanın nümunəsindən istifadə etmək istəyərdim. История, которую, может быть, вы много раз слышали. Və bəlkə də o əhvalatı dəfələrlə eşitmisiniz. Но надеюсь, что вы имеете ожидания от Господа, и Он откроет вам сегодня через эту историю то, что вам нужно принять от Него. Ümid edirəm ki, siz Tanrıdan gözlədiyinizə görə və Tanrı da bu gün sizə ondan gözlədiyinizi sizə aça bilər. Иоанн 3 глава, Yəhya 3-cü fəsil. история Никодима. Nikodimin əhvalatı. Для тех, кто записывает, вы можете взять для себя с 3 глава с 1 по 15 стихи. Və qeyd edilənlər özləri üçün qeyd apara bilərlər ki, Yəhya 3-cü fəsil 1-ci bənddən 15-ci bəndə kimi Иоанн 7, 50, 51 və Yəhya 7, 50, 51 и Иоанн 19, və eləcə də Yəhya 19, 38, 40 38, Stихи. 40-cı bəndlər. 3 отрывка в Новом Завете, в Евангелии от Иоанна, Yəhyanın İncilində Əhd-Əhlikdə 3 parça которые Əhd-i Cədiddə. говорят нам о Никодиме. Və bu parçalar bizə Nikodim barəsində danışır. Для того, чтобы понять применение в нашей христианской жизни, сегодня нам нужно понять то, что произошло тогда. Və bugünkü xristian həyatımızda olan şeylərin tətbiqini başa düşməkdən ötəri o vaxt baş verən şeyləri başa düşməyimiz vacibdir. Никодим являлся фарисеем и Никодим. частью Верховного Совета своего города. Həm fərisey idi, eləcə də öz şəhərinin ali şurasının üzvlərindən biri idi. Это был очень важный человек в религиозном мире, Və dini aləmdə çox vacib bir kəs но не idi. только. Və nəinki dini aləmdə. Мы используем слово «конгресс» иногда, Да, Верховный Совет или Konqres даже sözündən парламент. ali şura istifadə edirik. И в Синедрионе было 71 человек в Иерусалиме, и он был один из этих людей. Sinedrionda Yerusəlimdə 71 nəfər vacib kəs var idi ki, Nikodim də onlardan biri idi. Я представляю, как он приходит к Иисусу, одет от иголочки, Təsəvvür edirəm ki, o İsa Məsihin yanına necə geyinib keçirmiş şəkildə но вы gəlir. знаете, когда он приходит к Иисусу? Bilirsiniz nə vaxt gəldi İsa'nın Он yanına? приходит к нему ночью. O İsa'nın yanına gecə gəldi. Есть разные предположения, почему он сделал это так. Çoxlu fərziyyələr var nəyə görə belə etməyi barəsində. В этот период Иисус совершает чудеса, Və həmən dövrdə İsa Məsih möcüzələr göstərirdi. проповедует истину, Həqiqəti vəz за ним edirdi. начинают идти люди, Və İsa Məsihin ardınca insanlar getməyə и başlayırdı. религиозным руководителям, и также старейшинам в городе и в стране им начинает это очень сильно не нравиться. Və dini kəslərə, eləcə də rəhbərliyin bu xoşuna gəlməməyə başladı. Иисус был неудобен для них. Və İsa Məsih onlar üçün bir narahatlıq yaratmışdı. Никодим, один из них, он приходит ночью к Иисусу. Və bu dini rəhbərlərdən biri Nikodim idi və Скорее gecə всего, yarısı İsa Məsihin yanına gəldi. Ему Ola было bilsin ki, неудобно, onun üçün narahat он idi. боялся, что о нем подумают, Ki qorxurdu ki, cəmaət bilsə onun barəsində nə düşünər. и он приходит к Иисусу. Və budur İsa'nın yanına gəlir. И он говорит ему, Və İsa Məsihə deyir: что ты от Бога, ты по твоим чудесам мы можем знать, что ты от Бога. Deyir ki, sənin möcüzələrindən bilə bilərik ki, sən Allahdan gəlmisən. Разве он сказал что-то не так? Нет. Məgər sözündə nəsə düzgün deyildi? Но Xeyr, Иисус hər şey düz idi. мягко Amma İsa Məsih говорит ему что-то. çox yumuşaq şəkildə ona nə isə deyir. Для того, чтобы быть с Богом, тебе нужно родиться
В русском переводе написано «свыше». Və Rus tərcüməsində yazılıbdı ki, İsa Məsih ona dedi ki, Tanrıdan olmaqdan ötəri sən səmalardan Но doğulmalısan. в корне означает слово «родиться еще раз», Ama- «родиться во второй раз». Bu sözün kökündə o nəzərdə tutulubdu ki, sən ikinci dəfə yenidən doğulmalısan. Это взрослый мужчина, Ki bu böyük kişi, yekə kişi который слышит слова от Иисуса. ki, İsa Məsihdən bu sözləri eşidir. Как это может быть? Ki, bu necə ola bilər? Задает он такой вопрос. Və belə bir sual verir. Иисус продолжает объяснять ему в этом отрывке с 1 по 15 стиха. Və həmən bu parçada 1-ci bənddən 15-ci bəndə qədər olan hissədə İsa Məsih ona izah etməyə başlayır. И говорит ему о рождении свыше. Və səmalardan doğulma barəsində ona от духа. danışır. Ruhdan doğulma barəsində ona danışır. Следующий момент, где мы читаем о Никодиме, Və növbəti parça ki, biz Nikodim barəsində как oxuyuruq. я сказал в 7 главе, Dediyim kimi, bu 7-ci fəsildədir. Иисус продолжает учить, İsa Məsih təlim verməkdə davam Иисус edir. продолжает совершать чудеса. Möcüzələr göstərməkdə davam Он edir. еще более неудобен Və daha çox narahatlıq yaradır. для местных властей и для религиозных властей. Yerli rəhbərlik, eləcə də dini rəhbərlik üçün daha çox narahatlıq yaratmağa başlayır. И они посылают, люди из Синедриона и фарисеи, посылают людей, чтобы схватить Иисуса. Sinedriondan olan adamlar və İsa Məsihi həbs etməkdən ötəri adamlar göndərirlər və dini rəhbərlər. Написано в 7 главе, что они не могли наложить руки на него, Və yazılıbdı ki, потому что 7-ci его время не fəsildə, пришло. yazılıbdı ki, onlar İsa Məsihi tuta bilmədilər, çünki hələ vaxt gəlməmişlər. Эти люди, которые были посланы схватить Иисуса, они возвращаются обратно к старейшинам. Və İsa Məsihi tutmaqdan ötürü göndərilən kəslər yenidən ağsaqqalların yanına qayıdırlar. И они говорят об Иисусе, что этот человек говорит то, что мы никогда не слышали до этого. Və deyirlər ki, bu İsa Məsih barəsindəki bu kəs bizim bundan qabaq heç vaxt eşitmədiyimiz sözləri deyir. Синедрион и фарисеи практически сходят с ума. Sinedrion eləcə də fəriseylər ağıllarını itirirlər. Они теряют над собой контроль Öz üzərlərində idarə etməni itirirlər. и говорят, и вы такими же стали, как этот невежественный народ, который не знает Бога. Deyirlər ki, bu xalq kimi siz də belə cahil oldunuzmu? Hansılar ki, Allahı tanımayan bu xalq kimi. Я почему описываю всю эту ситуацию, чтобы мы вместе с вами были там, Və окунулись в niyə это. görə bu mənzərəni izah edirəm ki, biz hamımız bir yerdə o mənzərədə ola bilək. Никодим один из этих 71 человека, которые послали для того, чтобы захватить Иисуса. Və Nikodim də həmən o 71 nəfər kəsdən biri idi ki, onu göndərmişdilər ki, İsa Məsihi tutub gətirsin. Что я имею в виду? Он сидел в их кругу. Yəni ki, demək istəyirəm ki, həmən o dairədə o da əyləşirdi. И в этот момент Və bu məqamda он мог бы промолчать, o susa bilərdi. он мог бы еще раз потом к Иисусу прийти ночью и что-то сделать, Və yenidən или сказать, или предупредить. gecə yarısı İsa Məsihin yanına gəlib nəsə xəbərdarlıq edə bilərdi, nəsə danışa bilərdi. Но знаете, что он делает? Amma bilirsiniz nə etdi Nikodim? Он адресует Синедрион и говорит им, Və Sinedriona müraciət edərək deyir: разве по нашим правилам нам не нужно выслушать его прежде, чем схватить и так далее? Qaydaya görə onu həbs etməzdən əvvəl onu dinləməli deyilikmi deyir. Кажется, маленькая деталь. Və elə bil ki, balaca bir detaldır. Но представьте себя в его роли. Amma özünüzü onun rolunda təsvir edin. Он приходит ночью, Ki, gecə yarısı gəlib İsa Məsihin yanına, он слышит от Иисуса, İsa Məsihdən eşidir, Господь прикасается к нему Раб через она. откровение. vəhiy vasitəsilə toxunur. И сегодня Və budur, bugün он делает шаг.
O bir addım atar. Шаг смелости, рискованный шаг, Cəsarətli bir, riskli bir addım atar. шаг по вере, но он его делает. İmanla bir addım atar. Опять же, он мог бы прийти к нему еще раз ночью и предупредить Иисуса и dать ему всю мудрость, которая у него была, и всю внутреннюю информацию. Yenə də gecə yarısı yenidən İsa Məsihin yanına gələ bilərdi, onu xəbərdar edə bilərdi və bildiyi bütün məlumatı, müdriklüyü ona ötürə Но bilərdi. нигде этого не было, не сказано, нам не сказано, что это было так. Amma burada bizə bu şeylərin belə olduğu barəsində heç yanda Сказано, что он yazılmıyor. принимает решение Amma deyilir ki, o qərar qəbul etdi и говорит с ними в открытую. ki, həmən Sindrionla açıq И danışdı. последний отрывок, где мы читаем о Никодиме, Və sonuncu Nikodim barəsində oxuduğumuz parça это момент, когда Иисус распят на кресте, ki, İsa Məsihi artıq çarmıxa çəkiblər вернее, он даже он умирает на кресте, və artıq İsa Məsih çarmıxda ölmüşdü. и в 19 главе Иоанна говорится, что 2 человека пришли, чтобы забрать его тело. Yəhya 19-cu fəsildə yazılıbdı ki, İsa Məsihin cəsədini götürməlidən ötəri 2 nəfər gəlmişdi. И вы знаете, кто был один из этих 2 людей? Bilirsiniz bu kəslərdən biri kim idi? Это был Никодим. Nikodim idi. Мне кажется, его жизнь не была такой, какой она была до встречи с Иисусом. Və düşünürəm ki, onun həyatı İsa Məsih ilə görüşənə qədər olduğu kimi deyildi artıq. Те из нас, которые не знают Иисуса сегодня, Və bu gün bizlərdən İsa Məsihi tanımayan kəslər это слово сейчас для вас. və bu söz, bu kəlam bu gün sizin üçündür. Точно так же, как Никодим, Necə ki, dəqiqliyi ilə Nikodim ваша üçün, жизнь может быть другой сегодня. bu gün sizin də həyatınız tamamilə başqa cür ola bilər. Бог может прикоснуться к вашей жизни и изменить вашу жизнь полностью. Tanrı sizin həyatlarınıza toxunaraq həyatınızı tamamilə dəyişə bilər. Ваш грех может более не тянуть вас вниз. Və sizin günahınız artıq sizi aşağı dartmaya bilər. Ваше непрощение Sizin bağışlamamağınız может быть тронуто Иисусом Христом. İsa Məsih tərəfindən ona toxunula bilər. Ваша слабость может стать Его силой сегодня. Və bu gün sizin zəifliyiniz onun qüdrətinə çevrilə bilər. Ваше непонимание Sizin anlamamağınız может стать Его светом сегодня. bu gün onun işığına, nuruna çevrilə bilər. Те, которые называют себя сегодня учениками, верующими Иисуса Христа, Özünü bu gün İsa Məsihin şagirdləri, imanlıları adlandıran kəslər, это послание также и для нас. eləcə də bu vəz bizim üçündür. Вот почему мы приходим в церковь. Bax buna görə biz kilsəyə Вот gəlirik. почему мы имеем ожидание. Bax buna görə bizim Вот почему gözləntimiz мы var. слушаем Слово. Buna görə biz kəlama qulaq asırıq. Вот почему пастор с трепетом на коленях перед Господом ищет Его Слово, Его Духа. Buna görə də pastor dizləri üstə Tanrının qarşısında onun sözünü, onun ruhunu axtarır. Он не знает деталей нашей жизни. O bizim həyatımızın xırdalıqlarını bilmir. Он может не знать наших слабых и сильных сторон. Bizim zəif və ya güclü tərəflərimizi bilməyə bilər. Я сейчас говорю о пасторе. Mən indi pastor barəsində danışıram. Но он слышит от Господа. Amma o Он с Tanrıdan трепетом ищет eşidir Духа Господа. və titrəyişdə Tanrının ruhunu axtarır. Это его ответственность. Bax, bu onun məsuliyyətidir. Наша ответственность. Bizim Это məsuliyyətimiz. иметь это ожидание. Bu İmmet gözləntiyə etу malik веру. olmaqdır. Bu imana malik Иметь это olmaq. открытое сердце. Bu açıq ürəyə malik olmaqdır. Я не понимал вчера, но не означает, что я не должен понимать завтра. Mən dünən başa düşmürdüm. Bu o demək deyil ki, mən sabah da başa Я не düşməyəcəm. принимал вчера, не означает, что я не могу принять завтра. Dünən başa düşmürdümsə, bu o demək deyil ki, sabah qəbul etməyə bilmərəm. То, что я был глуп сегодня, не означает, что я должен быть глупым завтра. Bu gün axmaq olmağım o demək deyil ki, sabah da axmaq olacağam. Молитва Dua может породить, как было сказано, Deyildiyi породить kimi. желание и силу. ki, dua bizdə istək və qüdrət yarada bilər. Никодим
великолепный пример для нас. Və Nikodim bizim üçün heyrətamiz bir Пожалуйста, nümunədir. возьмите в течение этой недели и пройдитесь по этим стихам. Və xahiş edirəm bu həftə ərzində bu bəndləri oxuyun. Если Keçin бы у нас onların была üzərindən. 3-часовая проповедь, я бы каждый стих вместе с вами прошел. Əgər 3 saatlıq vəz imkanımız olsaydı, hər bir bəndi sizinlə birlikdə Но oxuyardım. сегодня у нас нет такой возможности, bugün belə поэтому bir возьмите imkanımız эти yoxdur. отрывки. Ona görə də bu Иоанн 3, bəndləri 3 глава с 1 по 15, götürün. Yəhya 3-cü fəsil 1-dən 15-ci bəndlərə 7 kimi, глава, 7-ci fəsil 50-51 стих. 50, Вообще можете всю главу 50. прочитать. 1-ci bəndlər И Иоанн 19, 38, 40. və eləcə də Yəhya 19-cu fəsil 38-40-cı bəndlər. Аминь. Amin. Никодим. Nikodim Влиятельный человек, çox belə təsirli bir kəs idi. важный человек. Çox vacib bir kəs idi. Приходит к Иисусу. İsa Məsihin yanına И gəlir. его жизнь так же изменилась, как и жизнь этих rыбаков, которые были его учениками. Onun da həyatı bax şagirdlər, balıqçı şagirdlərin həyatı kimi dəyişdi. В этом gороде Bu şəhərdə есть много Никодимов. çoxlu Nikodimlər var. Вы слышите меня? В этом Слышите городе меня? есть много Никодимов. Bu şəhərdə çoxlu Nikodimlər var В какой-то степени, как я и сказал, и каждый из нас этот Никодим. və dediyim kimi hansısa bir səviyyədə biz də И Nikodimlərik. Бог использует вас. Və Tanrı sizdən istifadə Он edir. ставит вас в такие ситуации, Sizi belə bir vəziyyətlərə qoyur перед такими людьми, və belə bir insanlar qarşısına дает вам возможность ki sizə imkan verir быть Его голосом, ki onun səsinə çevriləsiniz. чтобы больше и больше Никодимов услышали Ki daha çox Nikodimlər eşidə эти bilsinlər. странные слова. Bu qəribə sözləri eşidə bilsinlər. Тебе нужно родиться еще Ki раз. sənə yenidən doğulmaq lazımdır. В этом gороде давайте будем голодными, Gəlin bu şəhərdə bax belə ac olaq bu şey üçün. чтобы использовать эти голодными к чему? Nə üçün ac olmaq? К использованию возможностей, Ki istifadə olunmaq imkanları üçün. что как и Никодимы, Ki necə ki Nikodim так и üçün так называемые rыбаки və eləcə də həmən o balıqçılar слышали kimi это слово. ki bu sözləri eşidək. Тебе нужно родиться свыше. Ki sən yenidən Тебе doğulmalısan. нужно родиться еще раз. Sən yenidən bir daha doğulmalısan. Аминь. Amin. Аминь. Amin. Господь, Ya Rəbb, для тех, кто не верит, кто здесь, но не принимал Тебя как личного Спасителя, o я молюсь kəslər за ki них. burdadılar və səni öz xilaskarları kimi hələ qəbul etməyiblər И даже, вернее, молюсь вместе с ними. və onlarla birlikdə dua edirəm. Прошу вас, придите к Иисусу, коснитесь Его. Və xahiş edirəm ki, İsa Məsihin yanına gəlin və ona toxunun. И как вы это делаете? Вы делаете это в молитве. Və bunu necə etmək olar? Bunu duada etmək olar, dua Скажите: ilə. Иисус, Və deyin, İsa, я услышал от Тебя, mən sənin barəndə eşitdim. может быть, в первый раз, Bəlkə də bugün ilk dəfə eşidirəm. а может быть, 100-й. Bəlkə də 100-cü dəfə də eşidirəm. Но сегодня Ты коснулся мое сердце, Amma bugün sən mənim ürəyimə toxundun. и я прихожу к Тебе, Mən sənin yanına gəlirəm. Sənin qarşına отдаю gəlirəm. Тебе свою жизнь, Öz həyatımı sənə verirəm. принимаю Тебя в свое сердце, Öz ürəyimə səni qəbul edirəm. прости мои грехи Mənim günahlarımı bağışla и сделай меня новым человеком. və məni yeni insan et. Дай мне то, что есть у этих братьев и Bu сестер. qardaşlar və bacılarda olan şeydən mənə də ver. Для нас, учеников, верующих в Иисуса Христа, Bizim üçünsə İsa Məsihə iman edən şagirdlər я üçün молюсь об способности принимать от Тебя, Господь. dua edirəm səndən qəbul etmək Молюсь qabiliyyətinə, о желании слышать и принимать от Тебя. eşitmək və səndən qəbul etmək istəyi üçün dua edirəm. Господь, Ya Rəbb, используй пример Никодима Nikodimin nümunəsindən в нашем istifadə et. хождении с Тобой прежде всего. Hər şeydən öncə bizim səninlə gəzintimizdə И istifadə используй et. нас, если это в воле Твоей, Да. среди людей, с которыми мы сталкиваемся ежедневно. İnsanların arasında sənin iradənə görə bizdən istifadə et. Приводи этих rыбаков, приводи этих Никодимов в нашу жизнь. Həyatımıza bu balıqçıları, bu Nikodimləri gətir. Дай нам эту мудрость от Тебя, Bizə səndən gələn дай həmən нам o откровение от Тебя, müdriklüyü ver, həmən o дай нам vəhini ver смелость от Тебя, və səndən gələn cəsarəti ver. дай нам убеждение от Тебя, Bizə səndən gələn əqidəni ver. что как Никодим Ki Nikodim kimi
чтобы как Никодим мы следовали по Твоей воле. ki Nikodim kimi sənin iradənlə gedək. Во имя Христа мы молимся. İsa Məsihin ismi ilə biz dua edirik. Аминь. Amin. Аминь.